Əziz dostlar, inşallah biz əsas quşlarımızdan olan görmək istədiyimiz köhnə qədim quşlardan bir neçəsini də sizə göstərək. Elvin, xoş gördük burada. Xoş gəlmişsiniz yenə də. Bayaq danışdıq oradakı, inşallah gedib o kötükləri də göstərəcək sizə Allahın köməyi ilə. 20 dolara da baxarıq. Burada cütxanalarım var. Onları göstərim, bəlkə kiməsə maraqlı olar. Buradan suyunu, dənini bayırdan vermək olur. Maşallah. Varsa bir kvadrat da demək. Quş cüt bala almıram, mən bu vaxtda yox saxlamışım. İçərisində yenə kamerası, girələmə, üçün yuva qoyuram ora. Çox gözəl. Su qabısı, bayırdan. Bu 4 cütlük üçündür də belə. 4 cütlük üçündür, bayırdan tam qulluq olunur, açmağa ehtiyac yoxdur. Çox böyük bir şeydir. Kamerayla da baxırsan, yəni yumurta hansı vaxt. Kamera, içəridəki kamera, bu qara sağda. Yuxarıda kamera 24 saat çəkiliş olur, işığı var burada atdelinin. İndi prosta bala almıram deyə saxlamışam. Çox gözəl. Həqiqətən də alqışa layiqdir. Sonra gedək sizə orada bir paşda boylanı da var. Mənim bu drakon deyirlər də belə deyim. Onların da altına başı quş atıram. Maşallah bağ da əsl elə Bakı bağlarıdır da inşallah. Hamısı meyvə ağacları var. Maşallah, maşallah. Qoy mən özüm də çəkilişə düşüm də qardaşlar, bu bağın qalanı. Həqiqətən də ürəyimiz açıldı. Mən indi təşəkkür də yəqin ki, fikirlərimi bildirəcək. Gözəl bir məkandan. Bilirsiniz, insana rahatçılıq verən, insana təbəssüm verən, insana necə deyirlər, dəstək verən, qəbul olduğun, getdiyin məkanın, belə deyək, o sahibidir. Düzdür, hər bir şey Allaha məxsusdur, ancaq müəyyən yerlər ki var, Allah bəxş edib, yəni bəndiyə, insana, o insanların da qonağı qəbul eləməyi, onlara sadə deyək, sadəliyin göstərməsi də bir növ qonaq üçün, necə deyərlər, bir gözəllikdir. Qonağın ürəyi açılır. Şimdi günlər biz qonaq kimi yox, həqiqətən bu həyətdə, bu bazada bir yoldaş kimi, bir qardaş kimi Elvin ocağından sizi salamlayırıq, əziz dostlar. Təşəkkür. Bizi səs elə də görmürdü. Mən də salamlayıram. Canım qardaşım. Əziz qardaşlar. Çox gözəl bir yerdən biz adətən səs-küylü maşınlar, meyvələri görürsünüz. Maşallah. Bunlar da drakonlardır. Bəh. Çəkmək istəyirdik bunları. Laf gözəl oldu. Baxırsınız. Elvin qardaşım, bunlar xüsusi hazırlanır da bunlar. Bunlar hər gün səhər axşam gedirlər özləri yemək tədbir. Düzdür, mən atlarına bala kimi baxın, böyle bakı quşlar atıram. Maşallah. Öz quşlarımın balalarını, yumurtalarını, quşlar yorulmurlar. Bir dəfədən bir çizavət edirəm də belə. Quşxananın özü səliqəli, gözəl quşxana. Səliqəli taxta quşxanadır. Bunlar üçün önümdə yarayır da. Rahat səhər axşam axşama kimi qalır. Gözəl. Kramerə də özləri gedirlər, quşlar. Elə açan kimi mən düz aşağını çəkirdim. Görürəm bax. Qardaşlar, göylər deyil ha, bunlar düzü göylər, ancaq drakonlardır da, göy drakonlar. Maşallah. Bu vaxt bunlardan danışmaq olar. Bakı quşundan yox, bunlardan danışmaq olar. Baxırsınız qardaşlar. Bu kəsik də drakon idi. Elvin qısa zamanda maşallah quşbazlığın bütün demək olar ki, əsas üstünlüklərini əldə eləmişsən və onları real həyata keçirməkdə çətinlik çəkməmişsən. Bu da biraz əvvəl dediyin kimi o 50 il təcrübəsi olan insanların sayəsindədir. Ona görə də böyüyə baxan, böyüyə eşidən həmişə yaxşı. Quşlardan kəsirlər onsuz da bunlar köklərindir. Maşallah gördüyünüz kimi bu kişi, yəni Elvin qardaşımız həqiqətən də çox, yəni belə baxanda maddiyyat da böyük rol oynayır. Təşəkkür. Quşxanalar hamısı çox yüksək səviyyədədir. Görürsünüz. Tikilisi, sonra buradakı quşxanalar. Maşallah, Mənzərədir də, Allah bərəkət versin. Gözəllik. Yəni, mənə elə gəlir ki, baxmağa, görməyə inşallah dəyər. Maşallah olsun, Elvin. Hər nə gördüysə, maşallah deyək. Allah bir əmin əvəzini versin.
Çəkdiyin zəhmətin xeyrin görəsən də. Bunlar mən belə deyim də sizə. Burada əsas kötüklər məndə. Əsas kötüklər. Hə, əsas kötüklər haqqında buyur danış. Kötüklər bunlardır. Mən yay gəldi, ayırıram. Mart ayının axırı ayırmışam hamısını. Bunlar hamısı Həzqələm ilə Həcraf kişinin quşlarıdır çoxsu. Burada bir 5-6 dənə belə deyim də yarışmalarda iştirak etmiş quşlar var. Hətta da siz də bu mövzu ilə bağlı dediniz ki, yarış deyəsən quşları sonra yəni onların yəni gələcəkdə satış olacaq, şey olacaq. Bəli. Hə, yəni bu çox yaxşı mövzudur. Mənim çox xoşuma gəlir. Onunla bağlı biz real satışları. Məsəl üçün istəyirsən hansı quş xoşuna gəlirsə, real satışlar məsəl üçün yarışda uçan quşların satışları olacaqsa, yəni inanıram ki, bu yəni quş alan adam üçün maraqlı bir şey olar. Bax məsəl üçün orada o sərf eləmirəmsə qapının ağzında dayanan quşdur. İnfluencer görəcəm. O məsəl üçün 73 saatı tamamlayan quşdur. Hə, bildim. O Eşən Balaxanının Eşən quşlarının sonunda gələn boynugüllü balıqdır da o. Bəli. Bildim. Kəvən idi. Çox gözəl. Odur. Həmən quşdur, bəli. Bəli. Maşallah. Əziz quşlar, yəqin ki, xatırlayırsınız. Əvvəl Eşən Balaxanıda sonuncu gələn, nəticə verən boynugüllü dümbülü göy. Görürsünüz, bax. O quşdur. Çəkirəm. Xeyirlisi Allahdan olsun. Bir də o məsələyə toxunmaq istəyirəm. Məsəl üçün, hamı deyir ki, bala verdim, nə bilim, bala uçurdum, bala göstərdim. Və burada qırmızı çil quş var. O 3 il Həzqələmin qapısında uçub, 3 il. Yəni, çox quşbazlar onun adını görüblər, təsdiqləyə bilər. Özüm də şəxsən gözümdən. O Mərzan gözü deyirsən də. Bəli, bu Mərzan. Yəni o şəxsən atasan aslında mən də düzdür. Bəli. Bildim, Amma özü maşallah. də 3 ildə uçub özü Həzqələmin qapısında, yəni ağır saatlər, yəni saat demirik. Bəli. Hə, yəni öz gözümlə görmüşəm. Yəni bax 3 illik quşdur. Mən demək istəyirəm ki, danışanda biraz belə quşlardan danışaq. Yəni 3 illik, 5 illik. Yaşı tamam olmuş, özün dəfələrlə göstərmiş. Bala. Özün sübuta yetirmiş. Gəlin, bu indi sizə məsələsini göstərəcəm burada. Deməli, dəyərli dostlar, burada əsas mövzu özün göstərən, özün sübut eləyən göyərçinlərdən gedir. Yəni Azər Elvin qardaşımız o mövzunu bildirməkdən məqsəd odur ki, yəni yaşı tamamlanmış, dəfələrlə hər mövsüm öz nəticələrini bir daha sahibinə göstərmiş, iştirakçılara göstərmiş, digər tamaşaçılara göstərmiş, yəni o hünər göstərmiş quşlardan gedir söhbət. Yəni bir aylıq baladan getmir söhbət. Hə, biraz bala vardı, yəni bala bilinmir gələn nə olacaq. Bəli. Şəxsən mən bax keçən il səni burada göstərəcəm quşlar. Gəlin içəri, gəlin. Maşallah. Və bunlar mənim uçuş quşlarımdır. İndi biz o həyətdən də uçurduruq, buradan da hazırlayırıq. Bunlar mənim cəhdlərimdir. Keçən il bizim bir balaca qardaşımız var, Seyid. O Seyidlə bağlı istəyirəm. Hə, Seyid çox gözəl bir uşaqdır. Yəni burada bizim yanımızda sağ olsun. Keçən il mənim quşlarımı hazırlamışdı yarışmaya. Vətənin keşiyindədir. Hal-hazırda hərbi xidmətdədir. Sağ olsun, vətənin keşiyindədir. Allah salamat eləsin. Bütün əşyalarını salamat qutarıb gələcək Allah qoysa. Yenə də biz onu gözləyirik həmişə kimi. Çox yaxşı uşaqdır. Həm quşbaz kimi çox yaxşı quşbazdır. Yaşı az olmağına baxmayaraq. Həm özü də çox yaxşı qabiliyyətli tərbiyəli ailənin uşağıdır. Yenə sağ olsun ki, yəni bunları hazırlayıb qoyub çoxsun. Düzdür, balalar da bir keçən il biz cəmi yarış quşlarla bir yerdə 27 dənə quş kəsmişik. Yəni quş çox olub, yəni bilənlər bilir, bu ayda çoxdan gəlir. Yəni biz 27 dənə quş saxlamışıq. Yəni seçib kəsmisiniz də o 27 dənə quş saxlamışıq. Qalanını da indi yenə deyirəm verdiyimiz də olub, saxlamadığımız da, yəni şey elədiyimiz də, çıxartdığımız da. Amma yəni 27 dənə saxlamışıq burada. Elvin, əziz qardaşım, mən ilk öncə bütün əsgərlərimizi salamlayıram. Allah hərbi xidmətdə olan bütün gənclərimizi sağ-salamat evlərinə dönüş eləməyi, geri qaytarmağı nəsib etsin inşallah. Və sizə də çox sağ ol deyirəm ki, gedən işçinin, gedən o burada çalışan o gözəl balanı yəni xatırlayırsınız, onu da yenə də yolun gözləyirsiniz. Seyid, səni salamlayırıq. Sənin simanda bütün Azərbaycan ordusunun əsgərlərinə salam olsun inşallah. Seyid, bax görürsən Seyid. Bu quşların da çox spor, çilçəkdir yuxarıda, yarışmada uçur. O, məsəl üçün, əvreş boyundur, yarışmada uçur. Yəni burada yarışda uçan quşlar hal-hazırda uçan quşların 9 dənə quş qalmışdı məndə yarışda. 9-unu sərf eləmirəmsə neçəsi erkək, neçəsi mavi bilmirəm, amma hamısı burdadılar. Yəni hamısını uçurdacağam. Yəni bir dənə elə quş ola bilməz ki, yəni biz onu uçurmayaq da keçən il uçanlardan, kəsdiklərimizdən də hətta.
Bu erkəklər Elə onun özü də bir peşəkarlıq tələb edir ki, keçən ilin qışın bu ildə uçurdasan və ya ondan artığını uçurdasan, saxlayasan. Bəli, hamısını da eləmişəm ki, daha önce şey olmasın ki, ay bu quş deyildi, gələndə ay nə bilim, hə? Görürsünüz Belə də qardaş. qismət, indi bilmirəm hələ, buradan uçurdaram, oradan uçurdaram, bu il belə də hardan qismət olsa oradan. Maşallah olsun. Havalandırma sisteminə də baxın. Deməli əlavə də hündürlüyü var. Yuxarıda görürsünüz, yoxsa bu setlərdən də başqa 2 metr, 1 metr 40 sm hündürlükdə tavan hündürlüyüdür ki, havalanma da oradan olur. O da yandan da havalanması var. Gördüyünüz kimi. Çox səliqəli, yəni peşəkar səviyyədə hazırlanır. İnşallah. Hə, burada da əlavə bir dənə. Mayalardır, mən erkək mayanı ayrı saxlayıram. Ümumiyyətlə bala da olsalar belə ayrı saxlayıram. Hə, burada da digər. Burada da mayalar, burada belə bir iki dənə balaların içində erkək olsun, amma belə əsas erkək mayanı ayrı saxlayıram. Bu da o ağlardandır, bu ayağında sarı. Keçən uçurmuşam, mayadır. Maşallah. Bu il yenə uçurdacam, o bayaq orada ağlar Bəli, köhnə ağlar. Bax, onlardandır, keçən il uçub, bu il də uçacaq inşallah. Əsl quş vidində, düz sizində də maşallah olsun. Göstəriciləri yaxşı. Qənət quyruqdan təzə gəlib, hələ tam demək olar dondur. Elə baxışı, gözü, necə deyirlər, burnu. Mən yəni dindi. qane eləyir, yəni çox xoşum gəlir, saxlayıram yəni. Seyrisi gözəl, gözəl. Bax, burada həmən kimi dostlar, gördüyünüz kimi padalok yuxarıdan setka ilə bağlanandan sonra 1 metr 40 sm-də Bu əlavə uçuş hündürlük. quşxanaları belədir. İndi bir şey də göstərəcəm sizə, o hardakı bala alır. İnşallah bu da affiksasıdır, dərmandavı olan yerdir. Görürsünüz, xanə yoxdur qardaşlar. Nə o bursunda var, nə bunda. Xanə digərində olmalıdır. Çünki orada artıq xanəyə buraxıldığı quşlardır. Görürsünüz qardaşlar. Mən də mayalar yumurtlayır dayanmadan. Da hətta erkək olmuş. Hə, boşuna da olsa yumurtladığı üçün orada Problemdir, ona görə eləmirik. Bir də burada kötü quşxanalardır yenə. Burada bir iki dənə quş var, hansı ki onları yəni əlim gəlmir ayırmağa. hə, bax burada da var. Maşallah. Bunlardan Xanələr də səliqəlidir. Çox quş yoxdur qardaşlar. Ola bilər burada 25 dənə 30-a yaxın xanə var, ancaq burada 4 dənə cəmi quş var. Yəni daha doğrusu 5 dənə, 6 dənə quş var. Bax, bir cüt ordadır, bir cüt budur, 2 dənə də budur. 6. yəni bunlardan var. Görürsüz. Onun da bir dənəsinin balası burdadır, 2 bala ordadır, yəni belə. Balalar da çox vaxt bir-bir qoyuram mənə, çalışıram mən. Ki yaxşı böyüməsi üçün. yaxşı. Burada da yenə gördüyünüz dəva dərmanları da hər bir yerindədir. Hər birində dəva dərmanları var. İşıqlar hamısı vaxtla sönür, yanır. Yenə hamısının içində kamera. Hə, maşallah. Gözəl. Allah xeyirli versin. Allah imkan versin elə hər kəsin gözəl şərait qurmağına. Amin. Allah öz kömək olsun ki, onlar da ürəyi istəyən eləsinlər. Əsas ki, Allah Taala əziyyəti yerdə qoymasın. Amin. Sonra dəniz dedim göstərim sizə. Buradan da balalı quşlara belə dən veririk. 21 liradan var bunun içərisində. Yem bitkiləri var da Bəli, yəni. 21 lira. Buğdadan başqa, Hə, buğdaydan başqa 20 liradır. bəli. Toplam 21 Qara lira. mərci, ağ mərci, Hər şey, sivriska, yəni, qara, lobyanın üç növü, nə bilim, qaraqdalı seçin. bu balalı quşlara Bu verir. balalı quşlara. Uçan quşlara da boş buğda verirəm. Yəni kimsə deyə bilər ki, ay nə bilim, nəsə başqa şey verirlər, demirlər. Uçan quşlarda buğda. Uçan quşlara təmiz, sadə Buğda buğda. verirəm, keçən il Ancaq yəni bala qidalandıran, bala böyüyən quşlara isə qarşı. qarışıq versən ki, vitaminlər də zəngin olsun. Bəli. Hə, çox gözəl. Elvin, nə bilim, deyiləsi sözlərimiz demək olar ki, çox idi, ancaq sən elə şeylər elədin ki, biz o sualları saxladıq. Çünki göstərdin sən. Sualı yox, cavab yox, sən onu göstərdin. Həmişə gəl, orada da bilirəm, qapımız üzrəmiş açıldı. Sağ ol. Yəni çalışaq elə bu gördüyümüz işi inkişaf etdirməyə bacaraq. İnkişaf etdirək. Maşallah. Mən sənə, bax, burada gəldi, indi çəkilmişik bura, danışırıq. Mən şəxsən sənə birincisi sağlam həyat arzu edirəm. Sağlam həyatın içində hər şey var. Həyatın sağlam olsa sənin ətrafındakılar da deməli sağlamdır, sənin ürəyin istəyəndir, səni sevən, səni əzizləyən, sənə doğma olanlar da yanındadır. Yəni əgər hansısa bir əski olanda o həyatda boşluq yaranır. Çalışaq yanımızdakı insanların qədrini bilərək. Yəni itirməyək yanımızdakı insanları. Biz Çalışaq elə eləyək ki, yəni hər şey qarşılıqlı olsun bir-birimizə. Bir tərəfli olmasın da bu şeylər. Bir tərəfli olan şeylər heç vaxt yaxşı olmur. bəli. Bir addım atana, 2 addım, 2 addım deyir atana, 3 addım arxaya. Təşəkkür, sənə çox təşəkkür edirəm. Maşında biz gələ-gələ danışırdıq Elvin. Yəni sən yəni Allah bilir də qəlbimizə görə versin. Sənin sadəliyindən, bax o kişi ilə danışmışıq. Səmimiyyətindən danışmışıq. Yəni bunu belə də qoruyaq.
bu münasibətlərimizi saxlayaq. Çalışaq dəyişməyək. Heç nə. Allah can sağlığı versin, təşəkkür. Elə Sağ ol, sağ ol. dediyimiz kimi də oldu. Yəni yanılmadıq biz. Allah sizdən razı olsun. İnsan quşu tanıya bilər. Ehtimal elədiyin 90% ortaya çıxır. İnsan insanı tanıya bilmir. Biraz çətin. Elə biz fikirləşdiyimiz kimi də ondan da yaxşı gördük səni. Sağ ol. Allah bu ocağa bərəkət versin Elvin. Sənə Sizdən də razı olsun. sənə mən bağrıma Həmçinin basıram. ayaqlarınızlar olsun. Təşəkkür sənə. Əziyyət Sağ ol çəkdiniz. deyirəm. Sağ ol. Həqiqətən də mənə dəstək oldun. Elvin sənə bunu kəsərəm ata. Sağ ol. Yəni sən Allah sənin canını sağ olsun. Dəyərli qardaşlar, Sağ ol. bax buradan biz çəkilmişik kənara da, qardaşlarımın yanındayam. Bizə xoş oldu həqiqətən. Bəli, bəli. Yəni yediyimiz gedəcək sabah burada qarnımızda olmayacaq. Ancaq çəkdiyimiz, göstərdiyimiz, yaşadığımız bu əməl axirətə qədər bizlə gedəcək. Allah bizi yaxşı əməllərlə axirətdə müjdələsin. Sağ olun qardaşlar. Bağrıma basıram. Sağ ol, əziz. Allah üçün yaxşıları qorusun. Bu ləzzət